Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Asosiasiyası və Kənaz Media Qrupunun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı başladı. İşinin adamı. Hər vaxtınız xeyir əziz xanımlar və cənablar, dəyərli dostlar, əziz bizi həm izləyənlər, həm də dinləyənlər yurdumuzun FM-ində, yurdumuzun dəyərli işin adamları ilə həftə içi 5 gün sizin qarşınızdayıq və proqramımız start götürdü. Yeni həftəyə, yeni günə inşallah ki, yüksək əhval-ruhiyyə ilə başlamış olarıq. Xahiş edirik bir neçə anlıq ən azı proqramımızı dinləyəndə və izləyəndə bütün qayğılarımızı, problemlərimizi kənara qoyaq, o siyahıya özümdəydim. Diqqətimizi fokuslayaq bizim işin adamları ilə söhbətə, çünki işin adamlarının məhz karyerasında, həmçinin çalışdığı, təmsil etdiyi sahədə əldə etdiyi uğurlar bizə daha da motivasiya verir. İşinin adamı studiyadadır. Bəli, işin adamı studiyadadır. Qonağımız isə Məlhəm Beynəlxalq Hospitalın rəhbəridir, direktordur. Sevda xanım bizlə birlikdədir. Sevda xanım, xoş gəlmisiniz. Necəsiz? Bütün dinləyicilərimizi salamlayıram və ümid edirəm ki, son bir saat ərzində bizimlə çox bir maraqlı söhbətə qulaq asacaqlar. İnşallah. Sevda xanım, sizlə həmişə həm söhbət olmağa tələsən insanlardanam. Çünki hər dəfə adam nə isə eşidir, nə isə öyrənir. Amma bir reallıq var ki, bu çox təbii bir hadisədir. Sizi ciddi iş adamları tanıyır, sağlamlığının qeydinə qalanlar tanıyırlar, tibb sahəsində yaxşı tanıyırlar, amma tanımayanlar da ola bilər. Gəlin, gözəl bir fürsətdir. Sizi daha yaxından tanısınlar. Çünki sizi nə qədər çox insan tanısa, bir o qədər səhiyyəmizə faydası olar. Əlbəttə, çox böyük məmnuniyyətlə mən Sevda Əlizadə Tibb Universitetini bitirmişəm. İxtisasca həkim radioloqam. Uzun illər Respublikamızın bir çox xəstəxanalarından, aparıcı xəstəxanalarında həkim kimi fəaliyyət göstərmişəm. Daha sonra son 10 ilimi xəstəxana idarə etməsi sayəsində vəzifəmi yerinə yetirirəm. Mərkəzi klinik xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Neftçilər Xəstəxanası, Bonadaya Poliklinikanın baş həkimi, ən son Məlhəm Beynəlxalq Hospitalın direktoru kimi fəaliyyəti davam Onların hər biri etdirirəm. ayrıca bir məktəbdir. Bəli. Bugünkü uğurumun səbəbi də əslində məktəb görmüş, məktəbi olan xəstəxanalardan yolumun keçməsidir. Bu mənim böyük bir şansım idi və seçimim idi. Mən hər zaman iş yeri tez-tez dəyişməyi, müxtəlif xəstəxanalarda olmağı sevmirdim. Hər zaman seçərək, işimi sevərək işləyirdim. Bugün də elədir və inanın, Məlhəmin qurulmasında, Məlhəm Hospitalın qurulmasında ən əsas meyarlardan biri də mənim o keçdiyim məktəb oldu. Özü də nəzərə alsaq ki, hər mərhələdə fərqli bir nələrsə mənimsəmisiniz, təcrübə formalaşıb və bunların bir toplusu hal-hazırda Məlhəmdə icra olunur. Bəli. Hər xəstəxananın özünə görə mənfiləri, müsbətləri var idi. Biz Bonadaya xəstəxanasında çalışanda da orada GCI sertifikatı aldıq, Amerikan işlətmə sistemi. O nədir? Bilməyənlərə də desəz yaxşı olar. O sistem nədir? GCI sertifikatı alan xəstəxana A-dan Z-yə, xəstəxananın ilk addımından, resepsiyonundan əslində başlayır. Resepsiyonundan xəstə baxımına qədər hər bir şöbəni addım-addım necə qurulmasını çox gözəl anlatan bir sistemdir. Ən əsası xəstə təhlükəsizliyinə və təhlükəsiz xəstə baxımına riayət edən bir sistemdir. Yəni o sistemi görmək üçün Amerikaya getməyə ehtiyac yoxdur. Xeyr, onu çox rahatlıqla Azərbaycanda qurmaq mümkündür. Biz də Məlhəmi qurarkən inanın ki, bu prinsiplərlə qurduq və çox mutluyuq ki, çox şadıq ki, Azərbaycanda bu sertifikatla çalışan xəstəxanalarımız var və bu da bizi dünya standartlarına daha da yaxınlaşdırır. Super. Məlhəmin bugün fəxrlə haqqında
bəhs edəndə bildirdiyi məqamlar var. Genişliyi, avadanlığı, həkim kollektiv və s. Bunları bir sizin dilinizdən eşitsək, məncə yaxşı olar. Bəli, Məlhəm əslində çox gənc bir xəstəxanadır. 2 il yarımdır fəaliyyət göstərir. 28.000 kvadrat metr 5 mərtəbəlidən ibarət böyük bir xəstəxanadır. Görüntülərdə görürük hal-hazırda. Bəli. Mən bilməyənlərə bildirim ki, verilişimizin elə üstünlüklərindən biri odur ki, bizə həm dinləyirsiniz, həm izləyirsiniz. Bu dəqiqə biz TikTokda da canlı yayımdayıq. Kimsə bizə baxmaq istəsə, daxil olsun TikTokdan, işin adamı yazaraq baxsınlar. Tibbin bütün sahələri üzrə Məlhəmdə bütün tibbi ixtisaslar üzrə şöbələr var. Bütün şöbələr üzrə ixtisaslı həkimlər var. Həkimlərimizin bir çoxu Türkiyədə, xaricdə təhsil alıb gəlmiş həkimlərdir. Yerli həkimlərimiz də var. Azərbaycan səhiyyəsinin demək olar ki, ulduzları və bəli, sözün əsl mənasında ulduzları. Ulduzlar liqasını yığmısınız ora. Bəli, çalışırlar. Tez-tez eşidirəm, nə yalan deyim, anonslarda, sizin o reklamlarda görürəm ki, adam da belə təəccüb, falan kəs də oradadır. Doğrudan. Deməli o da artıq sizdəndir. Əlbəttə. Ona görə də əhsən. Çox yeni cihaz və avadanlıqlarımız var. Yeniliklər eləməyə yönümlü bir xəstəxanayıq. Tibbdə və Azərbaycan səhiyyəsinə töhfə vermək, nələrisə olmayan bir sahələri gətirmək üçün niyyətləndik bu yola çıxanda və bunun təzahürü olaraq da Parkinson cərrahiyyəsini qurduq Azərbaycanda. Bilirsiniz, Azərbaycanda yeganə və tək Parkinson cərrahiyyəsi eləyən mərkəz bizik. Bir ildən azdır ki, bu mərkəzi qurmuşuq və 40-dan yuxarı əməliyyat eləmişik. 40 üzərindən 40 da nəticəmiz var. Və çox fəxrlə Avropa ölkələrində və Gürcüstanda konqreslərdə çıxış eləyərək nailiyyətlərimizi onlara da göstərmişik. Yəni ölkəni təmsil eləmək ayrıca bir qürurdur. Bundan başqa insult sayəsində çox böyük insult mərkəzimiz var. Həkimlərimiz durmadan gecə-gündüz 24 saat çalışırlar. Uşaq reanimasiyamız var, uşaq təcili yardımımız var ki, respublikada azdır sayı olaraq. 24 saat çalışan təcili tibbi yardım komandamız var. Həm böyüklər üçün, həm uşaqlar üçün. Görmüşəm sizin təcili tibbi yardım avtomobilləri, maşınlarını görmüşəm. Çox böyük ürək mərkəzimiz var. Ürək mərkəzimizdə kardiologiya aid elə bir cihazımız yoxdur ki, olmasın. Elə bir mütəxəssisimiz yoxdur ki, olmasın. 15-ə yaxın həkim çalışır. Qadın sağlığı mərkəzimiz var. Süd vəzi diaqnostikası. Sonra hər gün, hər ay Məlhəmdə ən azı 150-yə yaxın körpə dünyaya gəlir. Bunlar ayrıca bir sevincdir, ayrıca bir fəxirdir, qürurdur. Amma sizdən bir şey xahiş eləyim. Baxın, mən özüm il yarımda sizi tanıyıram. Bəli. Bugün sabah 2 il olacaq da deyək. Bəlkə də artıq 2 il olub, xəbərimiz yoxdur. Deməli, mən elə düşünürdüm ki, bu dəqiqəyə qədər mən sizin haqqınızda hər şeyi bilirəm. Amma indi dediniz, məndə indi fərqindəlik yarandı ki, sizdə ürəklə bağlı belə bir üstünlük var imiş. Bəli. Ona görə də hər dəfə deməkdə, məlumat verməkdə fayda var. Yorulmadan irəli. Uşaqlarla bağlı dediniz. Həyata qaytardığınız o uşaqların arada paylaşımlarınızı görürəm. O qədər adama xoş gəlir. Çox böyük peyvənd mərkəzimiz var. Məsələn, Azərbaycanda digər xəstəxanalarda peyvənd mərkəzi yoxdur. Ümumiyyətlə bilirsiniz, bizim valideynlər, hətta böyük insanlarımız belə peyvəndə qarşıdırlar. Peyvənddən qorxuruq. Peyvənddən qorxuruq. Açığı, bu biraz doğru bir yanaşma deyil. Mən çox istərdim ki, siz bir dəfə bizim uzman həkim infeksionistimiz Fidan xanım Sultanovanı efirə dəvət eləyəsiniz və sırf peyvəndlər haqqında maarifləndirici bir söhbət aparasınız. İnanın ki, həm dinləyicilər üçün çox maraqlı olacaq. Tibbdə bəzən doğru bildiyimiz yanlışlarımız çoxdur. Doğrudan elədir. Bəli, doğru bilirik, amma yanlışdır. Ya da əksinə. Bəli. Yanlış bilir, amma doğrudur. Doğrudur. Bu da var, əfsuslar Bu da olsun var. ki. Amma doğru bildiyimiz yanlışlarımız daha çoxdur. Ona görə mənə elə gəlir ki, sizin efiriniz, canlı olması və şəraitiniz xalqı maarifləndirməyə, dinləyicilərinizi maarifləndirməyə daha çox yararlı olar. Mənim bir sualım olacaq. İşinin adamı. Sevdə xanım, biz sizlə tez-tez müəyyən məsələlərdə həm söhbət olanda
dəfələrlə olub ki, özü də xüsusən iş adamlarının təcrübünə səbəb olasınız. Məhz doğru bildiyimiz yanlışlar və yaxud yanlış bildiyimiz doğrulardan bəhs etmisiniz. Gəlin onlardan bir neçəsini efirdə səsləndirək, olarmı? Əlbəttə. Və o deyir, bir üstə gəl, bir bərabərdir məsələn ki, o bərabərdir, geçin məlhəmə bağlansın ki, bax belə doğru bildiyimiz yanlışların da ünvanı, yanlışı düzəltməyin yolu elə məlhəmdədir. Çox vaxt adi sizə bir misal çəkim. Çox vaxt adi pilləkənlə qalxıb düşməyi elə bilirlər ki, idmandır. Deyil. Deyil. Dizlərimizə çox güclü yük düşür və əsasən də qalxmaqdan çox düşmək daha çox zərərlidir. Mən söz vermişəm bizim dostlara ki, mən efirdə az təcrübələyəcəm high marketinqə. Amma təcrübələnəsi informasiyadır da bu. Və deyirlər xeyirdir. Qətiyyən. İdmançılar bu dağüstü parka bütün günü qaçırlar. İndi bayraq meydanındakı pilləkənlərdə özlərinə zərər edirlər. İdmançılar ona uşaq vaxtından alədə olurlar. Hə, onlara olar. Onlara da olmaz. Ona görə bir çox idmançılarımızın dizlərində çox ciddi zədələri olur. Hə. Onlar bir yaşdan sonra karyeralarını bitirmək məcburiyyətində qalırlar. Və deyirlər idman xeyirlidir. İdman xeyirlidir. Doğru olunan idman xeyirlidir. Hə, biz özdə aqressiv idman xoşlayırıq, elə. Bəli. Fikir Deməli versəniz, Azərbaycan xalqında ən çox güləş. Nəticələrimiz güləşə daha çox. Güləş, judo və s. Amma bizim milli idman növümüz güləşdir də. Bəs başqa yanlış bildiyimiz nədir? Digər informasiyalarda istəyirik. Rauf neçə gündür yatmır, futbola baxır. Bu yaxınlarda Azərbaycan mini futbol üzrə dünya çempionu oldu. Bu münasibətlə də təbrik edirik onları. Elə siz demişkən, baxırsan futbolçuların hamısının ayağında, diz qapaqlarında hansısa bir sarğı da olur. Bəli. Hardasa dediyiniz məsələ adamın gözünün qabağında canlanır. Başqa hansı informasiya var? Mən də Raufa buradan bildirmək istəyirəm ki, Rauf, biz də bir neçə futbol klubunun rəsmi sponsoruyuq. Doğru, hansılar? Bəli, Səbail futbol klubu, Zirə, qadın futbol klubuna çox böyük dəstək veririk. Gimnastika Federasiyası və s. və axır. Biz də öz növbəmizdə bir xəstəxana olaraq futbola böyük dəstək. Eyni zamanda AFA-nın da üzvü, AFA-ya da dəstək. Əla. Bu o deməkdir ki, xidmət, bəli, idmançılar sizin qapınızı tez-tez döyürlər bəli, deməli. bəli. O sahədə də ixtisaslaşmısınız artıq. Bəli. Bir çox idmançıların əməliyyatı, hətta dünya çempionu Dadaş Dadaşbəylinin əməliyyatı belə bizdə keçirilir. Sevda xanım, valideynlər heç övladlarını idmana yazdırmadan öncə sizin yanınıza gətirirlərmi? Əfsuslar olsun ki, xeyr. Bax, bu da əslində tibbi maarifləndirilmənin olmamasının bir təzahürüdür. Dəfələrlə bunun problemi olub. Hovuzda problem yaranan uşaq görmüşük, idmanda, tatamidə, meydançada, vaxtında aparmaq lazım. Üzgüçülükdə və idmanda mütləq uşaqlar əvvəl check-up müayinəsi keçib, sonra idmana başlamalıdırlar. Çünki bəzi valideynlərimiz yenə bu tibbi maarifləndirilmənin az olduğundan heç müəyyən yaşa gəlmiş uşaqlarımızı bir ürək müayinəsindən keçirtmirlər. Bu yaxında biz 28 yaşında bir xəstə müraciəti ilə qarşılaşdıq. Çox ciddi bir ürək qüsuru var idi. İnanın ki, doğuşdan gələn bir problem idi. Amma xəbəri yoxdur. Ancaq xəbəri yox idi. 28 yaşından çatır xəbəri yox. Çox ciddi. Keçər deyə inkişafdan da qalmış 28 yaşında insan, bəlkə 15 yaşında bir fiziki əməl də ziyan eləyir. Bəli. Və bütün əfsuslar olsun ki, artıq gec idi. Bütün həyatını da bu şəkildə davam eləyəcəkdir çətinliklə. Aydındır. Əfsuslar olsun və yaxud artıq gecdir ifadələrini səsləndirməmək üçün bizi diqqətlə dinləyin, problemlərimizi birlikdə həll eləməyə çalışaq. Maddi olmasa da fiziki məsələdə həll eləyək ki, elə maddi sıxıntıya da sonra düşməyəsə də xanımla söhbət edəcəyik. Bəli, əziz dostlar, həftə içi 5 gün işin adamı davam edir. İşinin adamı studiyadadır.
həqiqətən işin adamıdır. Bugünkü qonağımız özü də bir iş xanımıdır. Məhz elə xanımlardandır ki, Azərbaycanın həm Azərbaycan xanımı obrazının nümunəvi simalarındandır. Layiqli Azərbaycan iş xanımıdır, nümunəvi simalardandır. Həm işinin dərinliklərini yaxşı bilməklə yanaşı, həm də ki, onları dostlarla, ətrafla tez-tez bölüşməyə çalışır ki, faydalı olsun cəmiyyətə. Söhbət Məlhəm Beynəlxalq Hospitalının rəhbəri, direktoru Sevda xanım Əlizadədən gedir. Sevda xanım, danışdıqca siz, mən ilk dəfə Məlhəmin adını işləndə nə eşitmişik? Hospital. Okay. Amma beynəlxalq hospital deyir, amma nə yaxşı. Niyə beynəlxalq deyirlər? İndi də başa düşürük. Yəni Amerika sertifikatına qədər var. Mən niyə bu boyda yol yedim Amerika ilə? Mən yolda ölərəm. Məsələn budur. Gedirəm də bu da burdadır da. Zəhmət olmasa bayaq qısa fasilədən əvvəl danışdığımız bir məsələ var idi. Yanlış bildiyimiz doğrular, doğru bildiyimiz yanlışlar. Bunun bir-iki nümunəsini də gətirsəz çox sevinərəm. Ardı gəlsə olar. Söhbətimizin irəlilədikcə yadıma düşsə deyərəm, bu dəqiqə açığı belə çox dağılıma gəlmir, xatırlamıram. Amma dinləyicilərimizə bunu deyə bilərəm ki, mən efirə gəlməmişdən öncə bir doktorumuzla görüşdüm. Aha. Görüş əsnasında bildim ki, doktorumuzun 33 yaşlı xanıma xərçəng xəstəliyinə düçar olub. Və artıq bir neçə orqan metastazları var. İnanın, çox məyus oldum. Nəyə görə məyus oldum? Əslində bildiyimiz bir haldır. Xəstəliklərin hər gün nə qədər cavanlaşdığının şahidi olmaq çox ürək ağrıdıcıdır. Və bilinməyən nə qədər, mən doktoruma sual verdim ki, siz bunu bilmirdinizmi, şikayətiniz yox idi mi? Heç bir şikayətimiz olmayıb. Ona görə mən dinləyiciləri bəlkə kimlərinsə motivasiyasını pozmuş olacaq, amma dinləyicilərimizə bunu demək istəyirəm ki, xəstəliklər çox cavanlaşıb. Ona görə bizim tibbdə ən gözəl bir deyimimiz var. Erkən diaqnoz həyat qurtarır. Ona görə dinləyicilərimizə çox arzu edərdim, məsləhət görərdim ki, biz tez-tez check-up müayinələrində olaq. Biz bəzən ağrıya dözən, hər bir şeyin keçər, olar, düzələr ifadələri bizim üçün çox keçərlidir. Bu ifadələr sağlıqda keçmir. Əfsuslar olsun ki. Elə valla mənə də aiddir. Bir ildir mənə deyirsiniz, bala, dur gəl bir check-up ol. Gəlmir gərək. Nə qədər vaxt lazımdır check-up'a? 1 saat maksimum, bəlkə daha az. Çox böyük check-up mərkəzimiz var. Sizi xüsusi koordinatorlar müşayiət eləyirlər. Heç bir yerdə növbə gözləmirsiniz. Və s. və elə VIP. Bəli, bu tək məlhəm üçün keçərli deyil. Sağlığımızı tək məlhəmdə qorumaq məcburiyyətində deyilik. Azərbaycanın yetəri qədər yaxşı, gözəl standartlara uyğun xəstəxanaları var. Birinci dəfə də eşidirəm, hansısa rəhbər elə deyir ki, lazım deyil. Əsas odur ki, get sağal. Səhiyyə çox inkişaf eləyib. Azərbaycanda səhiyyə qürur vericidir. Biz keçmiş SNG ölkələri arasında səhiyyəsinə görə ən inkişaf eləmiş, digər sahələrinə də görə, səhiyyəsinə görə də ən inkişaf eləmiş ölkələrdən biriyik. Və inanın ki, qonşu ölkələrdə belə bizim səhiyyəmiz heç nəylə geri qalmır. Ona görə dinləyicilərimizə maarifləndirmə olaraq xahiş eləmək istəyirəm ki, biz həm də öz valideynlərimizin, öz övladlarımızın, yaxınlarımızın, bəzən məclisdə gördüyümüz dostlarımızın, qonşularımızın belə səhhətindən rol oynaya bilərik. Onda biz hər kəsə tövsiyə eləyək ki, həm də sizlə daha yaxından ünsiyyət olması üçün ayın 18, 19, 20-si, 21-i Bakı Expo mərkəzində yerli şirkətlərin 6-cı dəfə keçiriləcək tanıtım sərgisinə gəlsinlər. Bəli. Marsolla birlikdə həmçinin Kiçik və Orta Biznes İnkişaf Agentliyi bu sərgini təşkil edəcəklər, əziz dostlar. Məlhəm klinikasında orada stend olacaq. Hansı stenddəydi, hansı nömrədəydi? 16. Səhv eləmirsiniz.
16, amma məlhəmi tapmaq rahat olacaq. Bəli. Ən belə gözə çarpan stentlərdən biri olacaq. Həm də bu il məlhəm Expo-dakı sərginin sponsorudur, baş sponsorudur. Aha, Bəli. nə gözəl. Və inanırıq ki, orada da ən çox türklər demişkən kalabalıq olan stentlərdən biri olacaq. Biz keçən ildə Expo-da iştirak edirdik. Bizim üçün çox maraqlı idi və nəyə görə bu il həm sponsor, həm iştirakçı olaraq Nəyə görə? bəli, daxil olduğunuz sualı verirsəniz, həqiqətən çox tələb gördük özümüzə qarşı. Çox müraciət edənlərimiz oldu və maarifləndirmə etdik. İnsanlar gəlib sual verirdilər. Məndə bu problem var. Kimə müraciət edə bilərəm? Bunu necə edə bilərəm? Biz hər şeydən öncə biznes bir tərəfə, həkimi, səhiyyə işçisi, ən ümdə vəzifəmiz Azərbaycanda səhiyyənin inkişafıdır. Xalqımızın, millətimizin sağlam olmasıdır. Expo-ya keçən il səhv eləmirəmsə 25 minə yaxın insan iştirak eləmişdi. Bu il 30 minə yaxın olduğu gözlənilir. Ona görə biz sevə-sevə bu il də Expo-da varıq. Cəmiyyətimizlə bir yerdəyik, dinləyicilərimizlə bir yerdəyik. Və ümid eləyirik ki, yenə də hər kəsə faydalı olacaq. İnşallah. Ən çox hansı mövzudan şikayət edir bizim xalqımız sağlamlıq baxımından? Sağlamlıq baxımından ən çox bizdə kardioloji, onkoloji və mədə-bağırsaq xəstəlikləri ön planda durur. Hansı əsəbə bağlı məsələlərdir? Biz əsəbləşməyi rahat bacarırıq. Bəli, bu belədir. Mən bu yaxınlarda bizdə bilirsiniz, Parkinson komandası həkimləri ilə danışanda dedik ki, hər həftədə 2 gün Parkinson poliklinikası görürük və hər dəfə həkimlərimiz 30-40 xəstə baxanda həftədə 80 xəstə eləyir. Və bunu bir ilə vuranda böyük bir data əmələ gəlir. Mən sizcə Parkinsonun kökündə duran səbəb nədir sualını verəndə həkimlərimizin cavabı çox da əslində belə təəccübləndirici olmadı. Stres. Populyar Günlük, deyil məncə bəli. ad baxımından Parkinson. Bəli, Biz populyar deyil. filmlərdə görmüşük adətən ona Amma görə. Azərbaycanda biz də bu işə başlayanda açıqcası xəstələrin bu qədər çox olmasını gözləmirdik. Kifayət qədər çox Parkinson xəstəsi var imiş. Və hələ çoxumuzun xəbəri yoxdur ki, Bəli. özündə Parkinsonun xəbərim yoxdur. Bəli. Əlaməti nədir? Unutqanlıq deyil. Əziz dinləyicilər, Parkinsonun ən birinci səbəbi və təzahürü əllərin əsməsidir. Bəli. Əllərin əsməsi, daha sonra digər simptomları gəlir. Aşırı əsmək yoxsa belə yüngül əsmək? Hər əl əsirsə, bu da Parkinson deyil. Nə qəriz elmdir bu. Bəli. Ümumiyyətlə tip çox qəriz elmdir. Salamatı gəlmək lazım deyə Bəli, məlhəmə. ona görə həmişə deyirlər. Qəbul günləriniz nə vaxtdır? Qəbul günlərimiz hər gün 24 saat işləyirik. Hər gün 7-24. İstədiyimiz mövzuda gələ bilərik. Bəli, istədiyiniz mövzuda təcili yardım şöbəsinə müraciət edə bilərsiniz. İxtisaslı həkimlərimiz var. 7-24 həm laboratoriya, həm diaqnostikamız, yəni radioloji şöbəmiz, həm həkimlərimiz fəaliyyətdədir. Yəni mən axşam saat 11-12-də də beynimə baxdı ki, yox mən deyəsən Parkinsonam, durum gelin bir danışım. Var elə bir xidmət? Əlbəttə var. Mən bilmirdim. Mənim 5-6-ya qədər olur, sonra axşam təkcə təcili yardım məsələləri olur. Yox, əgər sizin iş saatlarında vaxtınız yoxdursa, iş saatlarının sonra da biz sizi konsultasiya edə bilirik. Halal deyir sizə valla. Elə belə ad seçməmsiz, orada məlhəmsiz. Bəli. Əlaqə nömrəsi, ünvan, haradır, necədir? Bir dənə bunları da bildirin, zəhmət olmasın. Əlaqə nömrəsi qısaca deyim, 803 nömrəsinə əlaqə saxlamaqla bizim çağrı mərkəzinə müraciət edə bilərsiniz. Çağrı mərkəzində istədiyiniz həkimə yazıla bilərsiniz, istədiyiniz informasiyanı ala bilərsiniz. 7-24 çağrı mərkəzimiz fəaliyyətdədir, fəaliyyət göstərir. Sizə hər hansısa xəstəlik, hər hansısa həkim, hər hansısa cihaz, hər hansısa laborator müayinə maraqlandırırsa, 803-ə zəng vurmaqdan çox asanlıqla suallarınızı cavablandıra bilərsiniz. Ünvanımız Nizami rayon, Naxçıvanski 433 ünvanında yerləşir. O məşhur Naxçıvanski. Bəli, məşhur Naxçıvanski. Belə. Sevda xanım, vaxt belə sürətlə gəlir, keçir. İnandırıcı deyil. Sonda mənim ənənəvi sualım var. Özünüzə nə sual vermək istəyərdiniz? Bu sualdan sizə müraciət edirəm. Sevda xanım, Sevda xanıma nə sual verərdi bu efirdə?
Təşəkkür edirəm dəvətiniz üçün. Siz mənim üçün çox dəyərlisiniz. Yurd FM mənim üçün çox dəyərlidir. Yurd FM kollektivinə, rəhbərliyinə və sizə çox təşəkkürümü bildirirəm. Məlhəm Beynəlxalq Hospitalın fəaliyyətinin bu qədər tanınmasında Yurd FM-in böyük töhfələri var. Bəli. Ona görə sizə ayrıca təşəkkür eləyirəm və Yurd FM dinləyicilərinə bildirmək istəyirəm ki, əgər siz hər hansı bir həkimə müraciət eləyərsinizsə, hər hansı bir cihaz, yəni müəyyən olmayan bir avadanlığımız, cihaza bağlı müayinəmiz yoxdur. Əgər siz Yurd FM dinləyicisiyəm, sizi Yurd FM-dən dinləyib gəlmişəm deyərsinizsə, sizə 10% endirim gözləyir. Avtomatik. Baxın, Bəli. nə yaxşı fürsətdir. Dinləməyinizə görə 10% endiriminiz var artıq. Bəli. Və ikinci bir məsələ, mən özümə heç bir sual vermək istəməzdim. Mən yeni başlayan gənclərimizə bir tövsiyə vermək istəyərdim. Bəzən bir işi görürük, uğursuz olur. Aha. Uğursuzluq hamımızın keçmişində var. Elə bir insan tanımıram, bəlkə də var, çox azdır ki, ilk başdan hər bir işi uğurla keçir. Amma uğura çatmaq, nailiyyətə çatmaq çox çətindir. Bunun üçün gecə, gündüz durmadan, yılmadan çalışmaq lazımdır, işləmək lazımdır. Dayanmadan. Minvari Dilbazinin bir şeiri var idi. Biz məktəb vaxtı o şeiri çox sevirdik. İndi bilmirəm məktəblərdə o şeir keçirlər yoxsa keçmirlər. Çox maraqlı idi. Deyirdi ki, İnci Mirvari deyil, əməkdir mənim adım. Həyatımda bir gündə əməksiz yaşamadım. Əziz dinləyicilər, əgər siz əməyi sevinirsinizsə, öz işinizi sevirsinizsə, həqiqətən çalışmağı, işləməyi sevinirsinizsə, uğurunuz ardınca mütləq gələcəkdir. Bax belə. Sevda xanım öz tərzində, özünə məxsus şəkildə nitqinin son nöqtəsində belə misralarla, nəzmlə yekunlaşdırdı. Təşəkkür edirəm Sevda xanım. Var olasınız, nə yaxşı ki varsınız. İnşallah sərgidə görüşəcəyik. Ona qədər də sizin həmişə gözəl xəbərlərinizi eşidək. Siz həm klinik olaraq, yox, hospital olaraq, indi dilim belə eləşib, həmçinin elə bir fərd olaraq nümunəvi olmusunuz hər zaman. Belə də qalmağınızı bir ömür arzu edirəm. İnanılır ki, buna da həmişə müvəffəq olacaqsınız. Sevda Əlizadə bizimlə birlikdə idi. Məlhəm Beynəlxalq Hospitalının rəhbəri, direktoru. Var olun. Təşəkkürlər. Mən təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirik. Bu qədər işin arasında dəvətinizi qəbul edib gəldiniz, bizləri şərəfləndirdiniz.